İki övladını vətənə əmanət edib 2-ci Qarabağ döyüşlərinə qatılan Həsənov Tarix Şücaət oğlu 30 yanvar 1989-cu ildə Ermənistan Respublikasının Amasya rayonunun Təpəkənd kəndində anadan olub. Ailəsi ilə birlikdə 1988-ci ildə Göygöl rayonunun Çaykənd kəndinə köçən Tarix Həsənov elə orada 1-ci sinifə gedib. Tarix Həsənov həmin məktəbi bitirdikdən sonra 2004-cü ildə müddətli həqiqi hərbi xidmətə yollanır. O həqiqi hərbi xidməti bitirdikdən bir müddət sonra 2009-cu ildə N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə başlayır. 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə savaşıb. Tarix Həsənov oktyabrın 2-sində Murovdağ döyüşləri zamanı şəhid olur. Uzun müddət nəşi tapıla bilməyib. Tarix Həsənov 2021-ci il yanvarın 26-sında Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəlikdir. 2 övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Tarix Həsənov ölümündən sonra vətən uğrunda Kəlbəcərin azad olunmasına görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. O, həmçinin şücaətə görə medalı ilə də təltif edilib.